Hallelujah ya Rəbbim, hallelujah. Qoy bizim düşüncələrimiz, qoy bizim həyat tərzimiz yalnız Rəbbə bağlı olsun, yalnız Rəbbin kəlamına bağlı olsun. Qoy Rəbb bizə kömək olsun ki, biz dəyişə bilək, həqiqətdə dəyişə bilək. Sözlə deyil, dillə deyil. Amma bütün həyat tərzimiz, bütün düşüncə tərzimiz qoy Rəbbə bağlı olsun, Rəbbin kəlamına bağlı olsun, İsa Məsihin dir adı ilə. Ya Rəbbim, bugün sənin huzuruna ya Rəbbim, hər bir kəsi, yaşlıdan tutmuş cavana kimi, uşağa kimi, bacılarımızı, qardaşlarımızı, hər birini sənin huzuruna qaldırıram, ya Rəbb, ya İsa Məsih. Bu möhtəşəm gün üçün sənə minnətdarıq, ya Rəbbim. Qoy bugünün xeyir duası hər bir evi doldursun, hər bir evin ambarını doldursun. İşə gedənlərə, ya Rəbbim, getdiyi yerdən də, gəldiyin yerdən də sən özün xeyir dualandır, ya Rəbbim. Qoy işləri avanda olsun, Ata Tanrı. Qoy onlar evlərinə ruzu, bərəkət gətirə bilsinlər, öz ailələrinin ehtiyacını ödəyə bilsinlər. İsa Məsihin dir adı ilə. Harda olurlarsa olsunlar, ya Rəbbim, sən özün onları qoru. Getdiyi yolda da, qayıtdığı yolda da, ya Rəbb, ya İsa Məsih, işdə onları qoru, Ata Tanrı. Ya Rəbbim, qoy bu soyuq dəymələr, bu qriplər, viruslar bizim ailələrimizdən, bizim balalarımızdan, ya Rəbbim, yan keçsin. İsa Məsihin dir adı ilə. Bizim evlərimizi, yaxınlarımızın, əzizlərimizin üzərində sənin müqəddəs qanını çağırıram ki, ya Rəbbim, qoy bu dünya pisliyi heç vaxtı bizə toxunmasın, heç vaxtı bizə zərər gətirə bilməsin. Biz sənin evladlarıyıq, biz bu dünyadan alındıq. Biz, ya Rəbbim, sənə məxsusuq. Biz səninik, Ata Tanrı. İsa Məsihin dir adı ilə hər kəsi sən hüzuruna qaldıram, ya Rəbbim. Şəfaya ehtiyacı olan hər kəsə öz şəfanı doldur. Hər kəsin ürəyinə, ya Rəbbim, sənin o müqəddəs ruhunun ənamları tökülsün, ya Rəbbim. Qoy insanlar özlərini gümrah hiss eləsinlər. Qoy heç bir yerləri ağrımasın, ya Rəbbim. Qoy o qədər gümrah, çevik olsunlar ki, nə ayaq ağrısı, nə qol ağrısı, nə ürək ağrısı, nə təzyiqlər, nə şəkərlər, onların səndə olan, ya Rəbbim, o gücünü, qüdrətini heç vaxtı ala bilməsinlər. İsa Məsihin dir adı ilə, ya Rəbbim, səndən istəyib, səndən diləyirəm. Qoy hər kəsin üzərində sənin möhtəşəmliyin, sənin, ya Rəbbim, gözəlliyin bərqərar olsun, məhəbbətin, çevikliyin bərqərar olsun, ya Rəbbim. O var gücünlə hər kəsin həyatına gəl, ya Rəbbim. Hər kəsin həyatını öz möcüzələri ilə doldur. Ya Rəbb, ya İsa Məsih, kim sənə iman eləmirsə, qoy o sənin gözəlliyini, ya Rəbbim, görərək, o sənin, ya Rəbbim, möcüzələrini görərək imana gəlsin, Ata Tanrı. Ya Rəbbim, kimin evində, ya Rəbbim, anlaşılmamazlıqlar varsa, davalar, söz-söhbətlər varsa, ya Rəbb, ya İsa Məsih, o evləri, o insanları sən hüzuruna qaldırıram, Ata Tanrı. Ora elə bir müqəddəs ruhunla en ki, ya Rəbbim, qoy sənin sakitliyin, sənin rahatlığın o insanların ürəyinə gəlsin, Ata Tanrı. Qoy onlar bir-birlərini anlamağa başlasınlar. Sənin müqəddəs qanını çağırıram o evə, o insanların üzərinə ki, qoy iblisiyani nə varsa onların içində, qoy İsa Məsihin o müqəddəs qanını tamamilə yox olsun. Qoy bütün münasibətlər bərpa olunsun, ya Rəbbim. Qoy bir-birlərinə hörmət, bir-birlərinə can deyib can eşitsinlər. İsa Məsihin dir adı ilə, ya Rəbbim, qoy heç bir ailə dağılmasın. Qoy heç bir ailədə söz-söhbət olmasın. Ya Rəbbim, qoy hər bir ailədə sənin gözəlliyi, ya Rəbbim, elan eləsin. Sənin məhəbbətin haqqında danışsınlar. Sənin möcüzələrin, kəlamların haqqında danışsınlar. Ya Rəbb, ya İsa Məsih, səndən istəyib, səndən dilirəm, Ata Tanrı. Qoy hər bir evdə sənin işığın, sənin nurun parlasın. Ata Tanrı, qoy heç bir evdə, ya Rəbbim, qanqaraçılıq olmasın. Söz-söhbət olmasın, ya Rəbbim, nifrət, kin olmasın. Ata Tanrı, qoy kinli ürəklər, ya Rəbbim, məhəbbətlə dolsunlar. Qoy, ya Rəbbim, o incikli ürəklərin məlhəmi sən ol, Ata Tanrı, İsa Məsihin dir adı ilə. Hər şey üçün sənə minnətdarıq, ya Rəbbim. Sən bizdə varsan, sən bizi seçdin, sən bizi sevdin. Ya Rəbbim, hər şeydən üstün bizi tutdun. Bunun üçün sənə o qədər minnətdaram ki, ya Rəbbim, bu dünya verə bilmədiyi hər bir şeyi sən bizə verdin.
Vədlərinlə bizim həyatımızı doldurdun, ya Rəbbim. Məhəbbətinlə həyatımızı doldurdun. İçimizdə olan hər bir boşluğu, ya Rəbbim, müqəddəs ruhun ənamları ilə doldurdun. Ya Rəbbim, bunun üçün minnətdaram, Ata Tanrı. Sən möhtəşəm atasan, sən gözəl atasan, ya Rəbbim. Qoy həqiqətən bizim həyatlarımız dəyişsin, ya Rəbbim. Qoy həyatımızın hər bir sahəsi dəyişsin. Ya Rəbbim, sənin səbrindən dolaq, sənə güvənək. Hər zaman, ya Rəbbim, sənin əlindən tutaq. Hər zaman səndən məsləhət istəyək, ya Rəbbim. Qoy sənin kəlamların, ya Rəbbim, bizim içimizdə birləşərək, qoy bir bütöv olaq. Qoy o sözlər, o kəlamların bizim həyatımızda cism olaraq, ya Rəbbim, olsun. İsa Məsihin dir adı ilə. Hər şey üçün sənə minnətdaram, ya Rəbbim. Bu gözəl gün üçün sənə minnətdaram, ya İsa Məsih. Qoy bizdə səni görə bilsinlər, sənin işığını görə bilsinlər. Bizə cəsarət ver, ya Rəbbim. Çünki sən bizə həqiqətdə cəsarət ruhunu verdin. Qorxu ruhunu vermədin, ya Rəbbim. Cəsarət ruhunu ver ki, biz, ya Rəbbim, cəsarətlə sənin o müjdəni, həyat verən müjdəni yaya bilək. İsa Məsihin adı ilə. Halleluya, ya Rəbbim. Halleluya.